Bunu çəkməyə özümə borc bildim. Çünki görəsiniz ki, bu elektrik impulsları ayağın bu hissəsində, kürəcik nahiyəsində olan hissəni, əzələni necə tərpədir. Yəni, əl ilə bunu imitasiya eləmək mümkün deyil də. Bir də ki, mənim o marağım yoxdur ki, əl ilə o imitasiya eləyim. Tək insanlara yaxşı təsir göstərsin. Özüm də bundan satıb eləmirəm. Yəni, mənim videolarımda montajdan, filəndən daha çox düşüncələrim insanları maraqlandırır. Kürəcik nahiyəsi, bu hissənin əzələləri ikinci ürək sayılır. Ona görə ki, qan dövranında çox əhəmiyyətli funksiya daşıyır. Bunun normal işləməyi, oturaq işləyənlərin də məhz qan dövranının pozulması bununla əlaqədardır. Bu elektrostimulyatordur, masajordur, nədirsə, bu əzələləri çox aktiv hərəkət elətdirir də, tərpədir, o stimulyasiya eləyir. Bu qədər can sağlıq arzulayıram hər birinizə. Yəni, kürəcik əzələlərin, hələ orta rejimdə qoymuşam mən, elektrik impulsları əməlli başlı stimulyasiya eləyir də, tərpədir belə. Bu qədər.